Salam, hər birinizi xoş gördük, əziz izləyicilər. Deməli, Sədərək Ticarət Mərkəzində gördük ki, şimal küləyi verir. Sədərəkdə işləyənlər bilir də, yəni bez vxadnu işləyirik, çıxmağımız vaxt bilinmir, gecə də çıxırıq, tez də çıxırıq. Yəni mən də papıtı çıxdım, şimal küləyidir. Dedim, siz üçün gözəl bir dənə vlog hazırlayayım. Bax, gəlirəm, spinningimi belə hazırlayıram, iynələrimi, qırmaqlarımı belə yemləyirəm xəmirlə. Məndə ancaq xəmir, arada rulet vururam, belənci, görürsünüz necə bərk eləyirəm ki, xəmiri balıq gec dağıdır. Və məndən izləyicilər xahiş etmişdi ki, zəhmət olmasa şar buraxanda da bir dənə çək, şarı necə buraxırsan, onu da sizlər üçün hazırladım. Bizi izləməkdə olun, görün necə hazırlayırıq. Bax, şimal küləyi güclü olanda, əziz izləyicilər, bir dənə şar buraxın. Amma şimal küləyi zəif olanda çalışın 2 dənə şar buraxın ki, tez getsin. Balıqlar, buçoqlar yolda yeməsin. Və quruz da budur. Balıqçı dükanlarından quruzu soruşun. Bu quruz çox məsləhətlidir və ilişmir, keyfiyyətlidir. Yəni bundan istifadə edin. Bu da çox gözəldir. Və keçək əsas məsələyə. Şarımızı belə buraxırıq. Belə şar buraxılır suya. Barabanı buraxırsan, qoy barabanı rahatçılıqla aparsın. Yəni dolaşmasın deyə ehtiyat edirsən, ancaq yenə də belə buraxırsan gedir. Və nəticələr Allahın izni ilə gəlir. Salam aleyküm qardaşlar. Elhamdülillah gəldiniz. Dedim sizə mən ikincini tutacağam. Allah bərəkət versin, bu da ikinci. Vay. Salam aleyküm qardaşlar. Baxın, Allah bərəkət versin.